Əvvəla insan bilir ki, ictimai bir varlıqdır, sosial bir varlıqdır. Sosial varlıq olduğuna görə bir-birindən əlaqə, ünsiyyət yaratmağa möhtacdır, ehtiyaclıdır. Elə məhz bu ehtiyac səbəb olur ki, insanlar bir-birindən əlaqə saxlayırlar. Amma əlaqə saxladığı insanların arasında bir neçə nəfərlə xüsusi əlaqə qurur. Xüsusi əlaqə qurur. Bunu da inşallah deyəcəyik ki, mənbəyə gedir, çıxır aləm üzərə. Dostluq insanın şəxsiyyətini formalaşdırır. O qədər zəruri məsələlərdən, amillərdən biridir ki, insanın şəxsiyyəti dostluq etməklə, öz dostları ilə münasibət qurmaq nəticəsində formalaşır. Dostluq içində insanın kamilliyi ortalığa çıxır, insan yetişir və dostluq, sədaqət vasitəsilə insan kamilləşir. Dostluq sadəcə ünsiyyət vasitəsi, sosial bir ehtiyac deyil, eyni zamanda ruhun aynasıdır. Nə deməkdir ruhun aynasıdır? Yəni, insanın daxili şəxsiyyəti, daxili halı hansı formadadırsa, o dostluq zamanı üzə çıxır. Bilmək istəyirsən ki, sənin daxili aləmin hansı formadadır? Dostluq etdiyin şəxslər vasitəsindən biləcəksən özün kimsən. Sən onunla hansı formada dostluq edirsən, nə üçün dostluq edirsən? Dostluqda nə qədər vəfadarsan, sadiqsən, nə qədər səmimisən. Bu insanın daxili aləmin, iç aləmin üzə çıxardır. Görün, nə qədər mühüm məsələdir dostluq. Ona görə də Allah Teala Quran-Kərimin Zuhruf surəsi 67-ci ayəsində buyurur ki, o gün dostlar bir-birinə düşmən olacaqlar. Xəbərdarlıqdır. Yalnız müttəqilərdən, təqva əhlindən başqa bütün dostlar qiyamət günü bir-birinə düşmən kəsiləcək. Təqva üzərində qurulmuş dostluqlardan başqa, təqvalıların, Allahdan çəkinən insanların dünyada qurduğu dostluqlardan başqa. Təqvalı insanın dostluğu dünyada ona fərəh gətirdiyi kimi axirətdə də sevinc bəxş eləyəcək. Deməli, bu ayə bizə göstərir ki, dostluqlar əbədi deyil. Amma yalnız Allah üçün qurulan dostluqlar dünyadan əlavə axirətdə də davam edir və sevinc gətirir. Başqa bir ayədə Allah Teala Tövbə surəsi 71-ci ayədə buyurur ki, mömin kişilər və möminə xanımlar bir-birinin vəlisidir. Vəli sözünün mənası, yəni dostlarıdır, himayədarlarıdır. Bu ayə bizə əsas verir ki, dostluğun əsas mahiyyəti haqqında bu sözlər deyir. Yəni, dostluq sadəcə ünsiyyət yox, eyni zamanda məsuliyyət deməkdir. İnsanın bir-birindən dostluq münasibəti insanda məsuliyyət hissi yaradır. Himayə deməkdir. Yalnız ünsiyyətdən ibarət deyil, eyni zamanda mənəvi dəstək, dayaq deməkdir. Müasir psixologiya bizə bunu öyrədir ki, insanın şəxsiyyəti onun ən yaxın olduğu 5 şəxsiyyətdən, 5 insandan nə nəticə çıxırsa onun ortalamasıdır. İnsanın 5 nəfər ən yaxın əlaqə qurduğu, əlaqə saxladığı insanlar ki var, o insanlara baxsan, onların ortalaması, ortaq məxrəcidir həmin şəxs. Bir nəfər ən yaxında, ən çox 5 nəfər kimlə əlaqə saxlayırsa, onların şəxsiyyətləri hansı formadadırsa, sənin də təxmini şəxsiyyətin elə o formadadır. Çünki o 5 nəfər şəxs, ən yaxın şəxs sənin düşüncələrini formalaşdırır. Sənin emosiyalarını yönləndirir, müəyyən bir istiqamətə yönləndirir. Onlar necə hiss və duyğulara malikdir, sən də yavaş-yavaş onlar kimi hiss etməyə başlayırsan, onlar kimi duyğulanmağa başlayırsan. Onlar sənin qərarlarına təsir edir. 5 ən yaxın dost. Ona görə də dost seçimi əslində talih seçimidir, talihin seçilməsi deməkdir. Görün, nə qədər mühüm bir məsələdir. Əgər yaxşı dost seçərsənsə, mənası budur. Sənin talihin yaxşı olacaq, gözəl olacaq. Axirətin də gözəl olacaq. Müvəqqəti həyatında, fani dünya həyatı da gözəl keçəcək. Əbədi axirət həyatı da gözəl olacaq. Yox, dostun Allah eləməmiş pis dost seçsən, dünyanın da axirətində puça çıxar. Yaxud mümkündür dünyanın yaxşı keçsin,
amma axirətim, əbədi həyatım uça çıxar. Ona görə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, insan dostunun dini üzərindədir. Baxın, görün kimlə dostluq edirsiniz, kimi dost seçirsiniz.